Belə. İndi qeyd etdiniz ki, yəni radikal dindar təbəqə var Azərbaycanda. Bəli. Bu radikal dindar təbəqənin yəni Azərbaycanda məqsədi nədir? Yəni siz bu barədə nəsə deyə bilərsiniz? Onlar nə istəyirlər? Yəni radikal dindar təbəqələr var. Özdə yəni belə deyək ki, əvvəlki kimi belə idi ki, biridir ki, bir sünni şiə ayrılıqları var. Amma indi bilirsiniz məsələ nə yerdədir? İndi hətta sünnilərin içərisində belə yəni radikal tipli qruplar var. Hətta şiələrin içərisində var. Yəni onlar da baxırsan bunlar yəni bir-birləri ilə də heç yola getmirlər. Özdə qəsdən bu sünni şiə arasında olan münasibətləri qızışdıran xüsusi radikal tipli qüvvələr var. Həm sünnilərin içərisində var. Onlar məsələn onlara biz xavaric təkfirçisi deyirik. Bunlar yəni sələf adından istifadə eləyərək yəni o tip dindarları yəni qızışdırırlar ki, güya yəni burada İslam ölkəsi qurulmalıdır, nə qurulmalıdır, belə bir anlayış yoxdur. Çünki elə biz bilirik ki, biz İslam ölkəsində, yəni müsəlmanın əhalisi müsəlman olan bir ərazidə yaşayırıq. Tarix boyda burada İslam, müsəlmançılığa böyük önəm verilib. Yəni nə qədər məscidlərimiz tikilir, təmir olunur. Bu aydın məsələdir. Buna yəni heç kim bir söz deyə bilməz. İndi siz qeyd etdiyiniz o radikal tiplər, bunları bəli həqiqətən var, yəni mövcudlar və bunları xüsusi xaricdən maliyyələşdirirlər. Bəzi bu sələfi, özlərinə sələfi deyirlər, amma sələfiliklə heç bir əlaqələri olmayan radikal tiplər də var ki, bunları da xüsusi maliyyələşdirirlər. Mən mətbuatda bununla bağlı açıqlamalarımda bildirmişəm, hətta bir neçə nəfərə adını da vermişəm. Yəni bunların qəsdən məqsədi budur ki, radikalizm artsın, bunlar bir siyasi hərəkat kimi fəaliyyət göstərirlər. Həmçinin bu yandan da yəni özlərinə bəzi şiə deyənlərin içərisində də var, amma düzdür, onlar yəni hamısına aid eləmək olmaz, ancaq radikal tipli belə dindarlar var. Məsələn, bunlar özlərini Hüseyncilər deyərək belə bir şüarlardan istifadə edirlər. Yəni başqa qruplar var ki, bunların məqsədi sırf siyasi hakimiyyətə əl almaq və özlərinin hakim olmağını bildirməkdir. Hətta mənim özümə də mesajlar yazıb, hədə qorxu gəliblər ki, biz burada məsəl üçün istəyirik İslam dövləti qurulsun. Yəni bunların içərisində, bu şiələrin içərisində var belələri, özlərini şiə deyənlərin. Təbii ki, şiə müsəlmanları belə düşünmürlər. Azərbaycanda çox nümunəvi, çox əxlaqlı şiə müsəlmanlar var. Həmçinin də əhl-i-sünnə müsəlmanları da var Azərbaycanda, nümunəvi, gözəl əxlaqdan. Ancaq bəzi hər ikisinin içərisində qruplar var ki, onlar istəyirlər, necə ki Suriyada, İraqda ki, necə bunu başladılar, elə bir yəni sünni şiə arasında belə bir problemi yaratdılar hakimiyyətə gəlmək üçün. İndi də orada nə qədər müsəlmanlar, uşaqlar, körpə balalar öldü. İndi də Azərbaycanda da bunu eləmək istəyən qüvvələr var. Və Azərbaycan dövləti də həmin qüvvələrin qabağında dayanıb, yəni biz hamımız həmin qüvvələrlə mübarizə aparıq ki, xeyr, bizə lazım deyil. Nə lazım deyil? Bizə belə, yəni bizim də ölkəmizin başqa ölkələr düşməsini biz istəmirik. Biz istəyirik, bizdə əmin-amanlıq necə əvvəldən olub, indi də elə davam eləsin. Axıra qədər biz əmin-aman bir ölkədə yaşayaq. Yəni bizim hamımızın, bütün müsəlmanların normal düşüncəli, yəni Qurana, Peyğəmbərimizə inanan, normal düşüncəli hər bir müsəlman istəyir ki, əmin-amanlıq olsun da, yəni sülh olsun, əmin-amanlıq olsun. İslam da bunu istəyir də, yəni. Təbii ki, o İslamın adına istifadə edən o cür qruplaşmaların marağı oradan yəni siyasi hakimiyyət əldə eləmək, müəyyən məbləğ ələ keçirmək, yəni maraq odur. Burada maraq sadəcə dinin adından istifadə edirlər. Yəni dindən su istifadə edib öz çirkin planlarını həyata keçirmək istəyirlər. O da inşallah ümid edib baş tutmaz.